Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biz bugün vətənin igid və cəsur oğullarından biri Şəhid Hilal İmanzadənin doğulub boya başa çatdığı evin önündəyik. Bu evdən vətənə uzanan bir yol başladı və o yol tarixin ən şərəfli zirvəsində şəhidliklə tamamlandı. Hilal İmanzadə ömrünü qısa, lakin şərəfli yaşadı. O canı bahasına torpaqlarımızı qorudu. Gələcək nəsillərə azadlıq miras qoydu. Biz bugün onun həyatı, qəhrəmanlığı və ailəsinin dilindən eşidəcəyimiz xatirələri işıqlandırmaq üçün buradayıq. Şəhidin səsi proqramında bu dəfə Şəhid Hilal İmanzadənin səsi, onun ruhunu yaşadan səslərlə birlikdəyik. İndi isə gəlin Şəhid Hilal İmanzadəyə həsr olunan video çarxı birlikdə izləyək. Daha sonra qaldığımız yerdən davam edəcəyik. Bugün düşmən tapdağından azad edilmiş yurdlarımızın hər qarşısında odalovlu döyüşlərin izləri qalıb. Həmin torpaqlara neçə şəhid və qazinin qanı tökülüb. Onlar uzun illər həsrətini çəkdiyimiz obalarımıza öz qədəmləri ilə yeni nəfəs veriblər. Ön cəbhənin barıt qoxulu yollarından keçməklə sinələrini mərmi və güllə atəşinə sipər etmiş igid oğullar xalqımızın başını ucaldıblar. Milli qürur və ləyaqət hissləri, vətənpərvərlik əqidəsi qalib döyüşçülərimizi zəfərə ruhlandırıb. 44 günlük vətən müharibəsində Daxili İşlər Nazirliyinin daxili qoşunlarının şəhid olmuş hərbi qulluqçularından biri Çavuş İmanzadə Hilal Sabiroğlunun ömür yolu, qeyrət, fədakarlıq və hünər nümunəsidir. O 1995-ci ilin iyun ayının 23-də Beyləqan rayonunun Milabad qəsəbəsində doğulub. Sabir İmanov və Rəfiqə Əzizovanın 4 oğul övladından biri idi. Hilalın yaşca böyük Allahverdi, Murad və ailənin son beşiyi Füsal adlı qardaşları var. Onun rəmzi mənası olan, heç də tez-tez rast gəlinməyən adını atası bəyənərək seçib. Mehriban, zəhmətkeş ailədə böyüyərək boya başa çatan Hilal, həm əzizlərinə, həm də dostlarına diqqət və qayğı göstərməsi, ədəb ərkanı, xeyirxahlığı, cəsarəti ilə fərqlənib. Yeniyetmə yaşlarından fiziki hazırlığına ciddi yanaşıb. Davamlı şəkildə idmanla məşğul olub. Boks üzrə məşqlərə gedib, yarışlara qatılıb. Ringdə özündən yüksək çəki dərəcəli boksçuları da üstələməyi bacarıb. Müəllimləri onu vətənpərvər ruhda tərbiyə ediblər. 2013-cü ilin oktyabr ayında Hilal müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-ci ilin aprel ayına dək Dövlət Sərhəd Xidmətinin Yevlax və Şəmkir rayonlarındakı en saylı hərbi hissələrində xidmət keçib. Müddətli həqiqi hərbi xidmət dövründə kiçik çavuş rütbəsinə dək yüksəlib. Nümunəvi sərhədçi kimi hərbi xidmət borcunu vicdanla yerinə yetirib. Hərbi xidmətdən tərxis olunduqdan sonra ailənin maddi rifahı üçün öz əməyini əsirgəməyib. Polis orqanlarının sıralarında xidmət etmək üçün Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunan seçim mərhələsinə qatılıb. Seçim mərhələsində Gəncə daxili qoşunlarının tərkibində xidmətə başlamaq təklif olunub. Hilal bu təklifi məmnuniyyətlə qəbul edib. Beləliklə, 2016-cı ilin iyul ayının 30-da daxili qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. En saylı hərbi hissələrdə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda qumbara atan köməkçisi, snayper, xüsusi əməliyyat qrupunda atıcı snayper, xüsusi həmlə qrupunda heyət nəfəri vəzifələrinə təyin olunub. Komandanlığın etimadını doğruldub. Peşəkar xüsusi təyinatlı kimi qarşısına qoyulan bütün tapşırıqların öhdəsindən bacarıqla gəlib. Təlimlərdə fəal olub. Öz peşə hazırlığını daim təkmilləşdirib. Təhkim edilən silahlardan məharətlə atəş açıb. Dəstənin fəaliyyət taktikasına xüsusiyyətlərini dolğun mənimsəyib. Döyüş və mənəvi psixoloji hazırlığında müsbət cəhətdən fərqləndiyinə görə dəfələrlə mükafatlandırılıb. 2020-ci ilin sentyabr ayının 27-sində erməni işğalçılarına qarşı vətən müharibəsi başladıqda ön cəbhəyə ilk göndərilən döyüşçülərin arasında Hilal da vardı. En saylı hərbi hissədə
xüsusi təyinatlı dəstənin bir qrup şəxsi heyətinin tərkibində Füzuli Cəbrayıl rayonları istiqamətində Müdafiə Nazirliyinin xüsusi təyinatlı bölmələri ilə birlikdə döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunub. Xüsusi təyinatlının döyüş yolu oktyabrın 1-nədək davam edib. 6 oktyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə Hilalın 2 oktyabr 2020-ci ildə Füzuli rayonunda hərbi əməliyyat zamanı qəlpə yaralanması, kəllə və üst skelet sümüklərinin sınıqları səbəbindən həlak olduğu qeyd olunub. Şəhid hərbi qulluqçumuz Beyləqan rayonunun Peyğəmbər ziyarətgahı qəbirstanlığında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020 və 24 dekabr 2020-ci il tarixli sərəncamları ilə Çavuş Hilal İmanzadə ölümündən sonra Vətən uğrunda və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib. Qələbə şəhidləri, Beyləqan şəhidləri və əsrimizin qəhrəmanları kitablarında Hilal haqqında məlumatlar dərc olunub. Mərhum xüsusi təyinatlının doğma yurdunda onun xatirəsinə abidə bulaq inşa olunub, plakat quraşdırılıb. Foçada ucaldılan abidənin üzərində adı həkk edilib. Yeni Ramanlı qəsəbəsində ailəsinin yaşadığı evin önündəki divarda Hilal və şəhid silahdaşlarının şəkilləri əks olunan xatirə lövhəsi yaradılıb. Şəhid döyüşçü haqqında şeir yazılıb, mahnı bəstələnib. 215 saylı tam orta məktəbin 5C sinifinə Hilalın adı verilib. Zəhmət olmasa özünüzü təqdim edin. Əziz oğul rəfiqə, şəhid Hilal İmanzadənin anası. Bizə şəhid Hilal İmanzadənin uşaqlıq və gənclik illərindən danışın. Hilal İmanzadə Beyləqan rayon qəsəbəsində anadan olmuşdu. O, orta məktəbi Fazıl Miriyev adına Beyləqanda orta məktəbdə oxumuşdu. Hilal 6-cı sinifdə, 6-cı sinifə keçmişdi. Biz köçdük Bakıya, ailəvi köçdük Bakıya. Artıq Bakıda 215 nömrəli məktəbə 6-cı sinifdən getdi. Çox qoçaq uşaq idi, yaxşı oxuyardı, tərbiyəli idi. Hamı onun tərbiyəsindən danışırdı. Məktəbdə də müəllimlər çox razılıq edir ki, hələ o cür uşaq yəni bu məktəbdə yoxdur da təlim tərbiyəsinə görə. Qoçaq uşaq idi. Nətər deyim, Hilal o qədər ata-ana sevən idi ki, zəhmətkeş bir uşaq idi, ata-anaya çox bağlı idi. Bacısının qardaşı çox istəyirdi. Yəni ki, sonra daxili qoşuna əskəriyə yola getdi. Əskərlikdən də gələndə 1-2 il başqa işdə işlədi. Sonra polis orqanlarına işə düzəlmək istədi. Təlimlərə qatıldı təlimlərə. Orada onu nazirimiz seçdi daxili qoşun hərbi hissəyə. Daxili qoşunda işləməyə başladı. Burada xüsusi təyinatlı oldu. Çox yaxşı bir uşaq idi. Yəni orada da snayper getdi, göndərdilər Türkiyəyə oxumağa. Orada snayper kəskin nişancı medalına layiq görüldü. 14 ölkədə birinci yerə çıxmışdı. Gəldi, burada müharibə başlayırdı. Seçdilər 052-yə, ezam olundu 052-yə. 2 ayda orada. Türkiyədə komandonu borda bərələrdə bitirdi. Ondan sonra müharibə başladı. Yaşmanın tərkibində getdi müharibəyə. Orada da ilk döyüşdə 27-ci günü müharibə başladı, o girdi müharibəyə. Füzuli Cəbrayılda döyüşdü, Cəbrayılda şəhid oldu. Qəhrəmancasına şəhid oldu. Bizə deməmişdi müharibəyə getdiyini, amma bildirmədi. Nə qədər elədim, dedi biz aparmıyorlar. Zəng elədim, dedi biz aparmıyorlar, biz işləyək hələ. Biz aparası olmadılar. Heç vaxtda hərbi sirri vermirdi və yəni elə bir uşaq idi. Gedənə yaxında qurban kəsdi, payladı. Bütün kasıbları. Onunla bağlı heç unuda bilmədiyiniz bir xatirəniz varmı? Hilal şirniyyat xoşlayanı idi. Həmişə pişirtdirib aparırdı. Zaqatalada işləyirdi. Yadımdan çıxmır heç vaxt. Axır səfər pişirdim, o qədər xoş gəlmişdi ki. Dedim, amma o nətər pişirmişsin, onu resepin uşaqlar burada istəyirlər. Yadımdan çıxmır heç vaxtda. Gedəndən sonra heç nə pişirə bilmirəm.
O xatirələr çoxdur. Nə bilim, çox sevdi məni. Mən bir uşaq kimi. Mən beşə fotoğrafla mənə səvərirdi. Fikirləşirəm, valla elə bilirəm ki, o uşaq hələ də gözləyirəm, elə bilirəm gələcəkdir. Məndən ayrı dura bilmirdi. Nə vaxt deyirdim, gir yuxuma, həmən gecə gəlib girdi yuxuma. Hamı deyirdi, buradan yaralanır, buradan yaralanır. Şəkinin qabağında dururdum, deyirdim ki, gəl gir yuxuma, görüm, hardan yaralanırsan. Həmən günü gəlib girirdim. Başından, sifətindən idi. Hilal İmanzadənin həyatındakı ən böyük arzusu nə idi? Hilal İmanzadənin ən böyük arzusu polis olmaq idi. Həmişə elə bir şey, o balazonadan o polis paltarı dikirdim, forma dikirdim, uşaqlıq vaxtına xoşlayırdı. Həmişə silahla oynurdu elə. Deyirdim ki, bu nəysə bu polis olacaq. Elə həqiqətən də onun arzusu polis olmaq idi. Polis sıralara qoşuldu ki, Beyləqana polis seçilsin. O da Beyləqana 3 nəfər lazım demişdi. O nazirin seçimlərine qatılmışdı. 3 nəfər seçdilər, bu da canlı bədənli idi. Deyir, nazirimiz qayıtdı dala, dedi ki, sən hərbidə işləyərsən, dedim, problem yoxdur. Dedi ki, sənədləri düzət, gəl. Gəldi, sevinə-sevinə sənədləri düzətdi, dedim, mənim üçün fərqi yoxdur. O da polis kimi bir şeydir. Sonra neçə bir hacı bir 6 il işləyirdi. Dedim ki, bəlkə çıxarsan istəməyəsən. Dedi, yox, mən çox idmana gedirdim. Həm də boksa da getmişdim. Dedi ki, mən sevirəm də yəni bu işi. Amma axır vaxtlar nəsə bu şəhid olmamışda biraz qabaq yenə fikirləşirdi ki, bəlkə buradan perivodora polisə, yenə polis, elə ürəyə polisdə qaldı ki, o polis işləsin. Çox istəyirdi, nə bilim, nəsə o vəzifəni istəyirdi, polis olsun. Sizcə şəhidlərimizin xatirəsini yaşatmaq üçün daha nələr edilməlidir? Şəhidlər ev ki, unudulanda ölürlər də, şəhidlər unudulmamalıdır. Şəhidlər üçün tədbirlər olmalıdır. Onların haqqında şəkilləri, videoları, belə verilişlər hazır paylanmalıdır ki, şəhidlər unudulmasın. Tədbirlər keçirilməlidir. Şəhidlərin haqqında verilişlər istəyərəm ki, şəhid haqqında ayrıca bir veriliş olsun, televiziyada verilişlər açılsın. Ancaq şəhidlər üçün olsun ki, onlar unudulmasınlar. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, yerləri, məkanları cənnət olsun. Hamısı bizim balamızdır, vallahi. Dözmək olmur, baxırsan, bir-birindən gözəl-gözəl uşaqlardır. İstəyərəm ki, elə bir veriliş açılsın, şəhidlərimiz daima yaddaşlarda qalsın. Baxıram ki, elə verilişlər azdır. Sağ olun ki, siz də gəlib belə çəkirsiniz, paylaşırsınız. Allah razı olsun sizdən. Yəni, unudulmur şəhidlərimiz. Biz də belə sevinirik də, gəlib belə çəkiliş elib paylaşanda sevinirik ki, yad olunur və şəhidlər yaddan çıxmır. Əgər oğlunuza bir kəlmə demək şansınız olsaydı, nə demək istərdiniz? Bir kəlmə demək istərdim, o ki, qayıt gəl. Səni gözləyirəm. Yəni, canımdan keçirəm, onu bir dəfə gələ görəm. Ancaq deyirdim, gəl. Qayıt gəl. Yəni, dözmək olmur. Ama söz vermiş ki, sən heç kimi vermərəm də, yəni. Getdi. Gənclərə, xüsusilə də hərbi xidmətə hazırlaşanlara nə məsləhət vermək istərdiniz? Məsləhət verərdim ki, qəhrəmanlarımızın yolunu davam eləsinlər. Onlara layiqli əskər olsunlar. Qəhrəmanlıqların yolunu davam eləsinlər. Yəni, necə deyim, vətənpərvər olsunlar da. Yəni, əskəriyə gedə hərbi siri verməsinlər. Hilal heç vaxt hərbi siri vermirdi. Onun ağzından bir kəlmə söz ala bilməzdin. Yəni, hərbi siri verməsinlər. Vətənimizə layiqli övlad olsunlar. Şəhidlərimizi unutmasınlar. Qeyrətlə əskərliklərin başa vursunlar. Şəhidlərimizi yolunu davam eləsinlər. Zəhmət olmasa özünüzü təqdim edin. İmanov Sabir Cümşidoğlu, Beyləqan rayonu. Oğlunuz hansı bölgədə xidmət edirdi? Fərqli bölgələrdə xidmət edib, yəni adını çəkilməni istəmirəm, fərqli yerlərdə. Yəni döyüş yolu ilə bağlı məlumat verməyinizi istəyirdik əslində. Döyüş yolu bu az müddət oldu, elə bir 27-sindən ayın 1-nə kimi oldu, amma hansı ki uşaqlar gəldi, ilinə gəldilər də, onlar döyüş vaxtı yaralanan uşaqlar olmuşdu, dəfnində, müəyyən elə ki, məclislərində iştirak eləməmişdilər. Onlar ilində gəldilər,
onlar söhbət elədi ki, Hilal 3-4 gün döyüşündə, yəni çox belə güclü döyüşdü, öz qisasını və o elə ki, şəhid olan dostlarının da qisasını aldı. Yəni qoymadı qisası qala. Yəni az bir müddətdə fərqli döyüşdü. Sonuncu dəfə nə zaman danışmısınız və sizə nələr dedi? Sonuncu dəfə oktyabrın 1-i danışdım səhər-səhər. Qısa danışdıq, yəni. Dedim, yana gəlməsi, o bizə dedi, döyüşdə deyərlikdə biz aparmayıblar. Bu da dedi, 1-2 günə mən özüm gələcəm, narahat olmayım. Vəziyyət nətərdir, nə deyirlər? Da deyir, müharibə başlayıb, belə elə sözlər dedi. Elə dedi, sonra ata dedi ki, ata, bəs məni çağırırlar, sonra danışarıq. Ta səhərsi günü eyni vaxtda ona zəng elədim, oktyabrın 2-si ona zəng çatmadı. Elə saat 10-11 radələrində də bizi çağırdılar. Füzuliyə ki, bəs Hilal şəhid oldu. Sizcə şəhid ailələrinin problemləri varmı? Daha çox hansı məsələlərə diqqət edilməlidir? Şəhid ailələrinin belə problemi var ki, unudulmasın da, bayram günləridir, şəhidin yaş günləridir, bir ara günlər elə vaxtlarda da bir zəng eləyib müəyyən yerlərdən, yəni soruşanda biz onda bilirik ki, bizim uşaqlarımızı unudulmuyub. Və onda biraz toxtaq tapırıq özümüzə ki, yəni bizim uşaqlar unudulmuyub. Şəhid ailələrinin məncə problemi odur. Şəhid atası olaraq xalqımıza və gələcək nəsillərə nə demək istərdiniz? Xalqıma demək istəyirəm ki, yaşlılardan əsas odur ki, demək istəyirəm ki, bu gələcək, bu gələn nəsillərə, yəni onları danışsınlar da, xalqımızın başına gələnləri və öz uşaqların vətənpərvər böyütsünlər. Unudulmasın bizim şəhidlərimiz. Çünki onlar çox böyük işlər gördülər, tarix yazdılar. Xalqımıza mən onu arzulayaram ki, onları unutmasınlar. Bugün Şəhidin Səsi proqramında qəhrəman şəhidimiz Hilal Limanzadəni yad edirik. O, vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçdi. Amma adı daim yaddaşlarda yaşayacaq. Hilalın bu məzarı bizə bir qəhrəmanlıq dastanını xatırladır. O, həyatının ən gözəl çağında şəhidlik zirvəsinə ucaldı. İndi isə onun ruhu vətən səmasında əbədi olaraq ucalır. Hilalın ruhu qarşısında baş əyirik. Onun cəsarəti, fədakarlığı və vətənə olan sevgisi hər bir gəncimiz üçün nümunədir. Allah şəhidimizə rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun. Biz bugün Hilal Limanzadənin evində olduq. Ailəsi ilə danışdıq, xatirələrini dinlədik. O susmur. Hilal bu gün də danışır. Etdiyi seçimlə, göstərdiyi cəsarətlə, qoyduğu izlə danışır. Hər şəhidin bir səsi var. Biz bugün şəhidin səsini eşitdik. Gələn buraxılışda başqa bir qəhrəmanla görüşənədək sağ olun.